savaşı əslində bir ekoloji terrordan vüsət aldı. Xatırlayırsınız, Topxana meşəsinin məhv edilməsi, ağacların kütləvi kəsilməsi mövzusundan qaynağını götürdü, sonra alovlandı və digər bütün sferalara yayıldı. Tarix elə bir siklik qanuna malikdir və ən sonu da gəldi ekoloji hadisələrlə bitmiş oldu. Yəni, Xankəndi və xüsusilə Xocavənd çevrəsində qızıl yataqlarının istismarı və oradan əldə olunmuş vəsaitlərin erməni dünyasının korrupsiya maraqlarına yönəlməsi, ikincisi isə Qarabağda separatçı rejimin ayaqda saxlanması. Çünki siz ötən 10 illər ərzində Qarabağın oradakı rejiminin qəbul etdiyi büdcə layihəsinə baxsanız, görəcəksiniz ki, mənbələrin hamısı, yəni daxildə olanlar, çox məhdud bir vəsaitlərdir, yerdə qalanları kənardan yardımlardır, amma əsasən oranın qızıl ehtiyatları digər əlvan metallarından və metallurgiyasından əldə olunan vəsaitlər.